Deyirlər ki, savadsızlığın, xurafatın və cəhalətin ən təsirli dərmanı maarifləndirmədir. Maarifləndirmə insanlara yalnız oxumağı deyil, düşünməyi də öyrədir. Bu baxımdan Ağcabədi rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonumuzun ümumtəhsil məktəblərində şagirdlərlə maarifləndirici görüşlərin keçirilməsinin böyük əhəmiyyəti vardır. Baxmayaraq ki, elm inkişaf edir, baxmayaraq ki, dövlətimiz təhsil üçün övladlarımıza böyük şərait yaradır, baxmayaraq ki, kəndlərimizdə bir-birindən geniş, işıqlı məktəb binaları tikilib istifadəyə verilir, çox təəssüf ki, hələ də cəhalətin qurbanı olan, hüquqları pozulan, istismara məruz qalan, erkən nikahlara cəlb edilən və harayını kimsəyə çatdırmağa cəsarəti çatmayan neçə uşaqlar, yeniyetmələr var. Onlar kiminsə biganəliyinin, kiminsə məsuliyyətsizliyinin, kiminsə tamahının güdazına gedirlər. Odur ki, onların səsinə səs vermək, onları hüquq və azadlıqları ilə bağlı məlumatlandırmaq, onları təhsilə yönəltmək məqsədi ilə keçirilən görüşlərin öz nəticəsini verəcəyinə inanırıq. Növbəti belə görüş mayın 23-də Kürdlər kənd tam orta, Yuxarı Qiyaməddinli kənd tam orta, Arazbar kənd ümumi orta, Köyük kənd tam orta və Minaxorlu kənd tam orta məktəblərinin şagirdləri ilə keçirilib. Öncə Kürdlər, Yuxarı Qiyaməddinli və Arazbar kəndlərinin məktəbliləri bir araya gəliblər. Görüşdə Ağcabədi rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin baş məsləhətçisi Sevinç Niftalıyeva, Ağcabədi rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin mama ginekoloqu Tünzalə Məmmədova və Aran qəzetinin redaktoru Məhsəti Musa iştirak ediblər. Söhbət zamanı şagirdlər arasında onların hüquq və vəzifələri ilə bağlı sorğu keçirilib, müəyyən müzakirələr aparılıb. Həmçinin erkən nikahların, qohum evliliklərinin, zərərli vərdişlərin baş vermə səbəbləri, gedişatı və acınacaqlı nəticələri ayrı-ayrılıqda şagirdlərə izah olunub, onların fəsadlarından danışılıb, bu kimi halların əksəriyyətinin kökündə savadsızlığın, dünya görüşsüzlüyün, cahilliyin dayandığı bildirilib. Sağlam cəmiyyətin qurulmasında məhz ali təhsilin, elmin, sağlam həyat tərzinin böyük rol oynadığını bildirən çıxışçılar, şagirdləri onlar üçün yaradılan şəraitdən yararlanmağa, təhsil almaq, sağlam yaşamaq, şiddətə və zorakılığa qarşı mübarizə aparmaq hüquqlarından istifadə etməyə, gələcəkdə ölkəmizin inkişafında bir iştirakçı olmağa çağırıblar. Erkən nikahın fəsadlarından bəhs edən filmin nümayişindən sonra şagirdlər erkən nikaha, zərərli vərdişlərə qarşı şüarlar səsləndiriblər. Daha sonra Köyük və Minaxorlu kənd tam orta məktəblərinin şagirdləri ilə görüş keçirilib. Burada da uşaq və yeniyetmələrin hüquq və vəzifələri ilə bağlı söhbətlər aparılıb, şagirdlərin fikirləri öyrənilib, sualları cavablandırılıb. Köyük kənd tam orta məktəbi 11-ci sinif şagirdiyəm. Öncəliklə xoş gəlmişsiniz. Erkən nikah deyəndə bir qızın, bir qadının gələcəyinin oğurlanması, onun istismarı nəzərdə tutulur. Hansı ki, bu həm valideynin, həm içində olduğu cəmiyyətin, qohumların, dostlarının əslində içində olduğu mümkün bir cinayətidir. Yəni, bu sadəcə valideyn bunu elədi deyib keçəcəyimiz bir şey deyil. Həmçinin bunun qarşısını alma yolları təbii ki, dövlət bir çox qanunlar qəbul edir, amma bunlar hər zaman tam çarə deyil. Düşünürəm ki, burada bizim bilgiləndirməmiz gerəkən insanlar artıq valideynlər deyil. Yəni, onlar müəyyən bilgilərlə, informasiyalarla böyüyüblər və beyinlərində müəyyən şeylər yerləşib. Biz bunları dəyişdirəcək gücə sahib deyilik. Ona görə də yeni gələn nəslin fikirlərini dəyişdirməliyik. Hansı ki, burada təbii ki də qadınlar öz hüquqlarının fərqindədirlər. Düşünürəm ki, gənc qızlarımız artıq daha yaxşı yetişirlər, daha çox özlərinin fərqindədirlər. Amma burada bilgiləndirməmiz gerəkən tərəf artıq əks tərəfdir. Hansı ki, oğlanlar, hansı ki, bir gün anası tutub qolundan 16 yaşında qızı gətirəndə yaxşı qızdır falan deyəndə, desin ki, ana, bunun 16 yaşı var, olmaz, bu yanlışdır, o uşaqdır. Bizim bilgiləndirməmiz gerəkən tərəflər artıq məncə oğlanlardır. Biraz da onlar bunun fərqində olmalıdırlar. Bu işlədikləri cinayətin fərqində olmalıdırlar. Nə qədər ki, siz deyirsiniz ki, cərimə ilə sıyrıla bilirlər bunlar, artıq bu cərimə ilə sıyrıla bilməyəcəyimiz bir həddə gətirilməlidir. Leyla Cəfərli Köyük kənd tam orta məktəbin şagirdiyəm və indiki cəmiyyətimizdə ona sual vermək istəyirəm. İlk əvvəl sual verməklə başlamaq istəyirəm. Erkən nikahlar olur da, ən çox da qızlar arasında. Bəs bu erkən nikaha qızları yönləndirilən məqsədlərdən biri nədir? Bunun səbəbləri nədir? Mən elə onu sizdən soruşacağım.
Bunun səbəblərini bəli, mən də sual verərək o cümləyə girmək istəyirəm ki, bəli, o bir qadının azadlığının demək olar ki, yaşaya-yaşaya ölməsi deməkdir bir uşağın. Qadın da deməyək, hətta uşaq. Yəni 15 yaşında, 16 yaşında bir uşaqdır. Bunun gələcəyi məhv olur. Həm də ki, azadlığın qorumalıdır da. O evlənərək başqa insanların tabiçiliyi altında yaşayır. Kövrəsinə çevrilir. Bəli. Biri var müəllim. Bilmir, öz vəzifələrini bilmir, nə edə biləcəyini bilmir. Öl desələr ölür, qal desələr qal. Bəli. Bir də var valideynin tabiçiliyi altında yaşamaq. Bu dünyadakı ən mükəmməl bir şeydir ki, valideyn hər zaman sənin istədiyin və sənin yaxşılığı üçün çalışır və bunun tabiçiliyində olmaq hər bir uşağa zövq verir məncə. Amma bir yad adamın tabiçiliyində olmaq əlbəttə ki, bu əzab verir insana. Həm də ki, son dövrlərdə qız uşaqlarımızı daha çox sıxmaq əvəzinə oğlan uşaqlarımıza da fikir versək daha çox gözəl olar. Çünki qadınlarımızı kimdən qorumalıyıq? Əsas məsələ odur ki, qadınlarımızı kimdən? Qadınları qadınlardan qorumalıyıq. Yoxsa oğlanlardan o məsələ var. Mən sevindirən oldu ki, o məktəblərdə oxşar cavablar olur. Məktəbdə məsələn təhlil fikirlərindən rastlaşır, yəni təhlil düşüncələrində olmağına görə. Təbii ki, bu mövzuların hamısına toxunacaq. İlk öncə də analarımızı da nəzərdə tutun ki, onlar baş vuranda ilk öncə deyirlər ki, bu yaxşı qızdır, bu tərbiyəlidir. Bunu elə bir çox üzr istəyirəm, elə bir satışa çıxarılmış ki, bu çox tərbiyəlidir. Onu niyə edirsiniz ki? Oğlanları bəs, oğlanları qeydə almırsınız. Oğlanların hər bir hərəkətini heç bir zaman qeydə alınmıyor. Hər zaman qızda. Təhsildə belə. Bəli, heç bir qadın, bir qız uşağını bir təhsil alarkən onun heç öz hüququ verilmir ki, sən bu sənəti seçməlisən. Heç ona da hüquq verilmir. Və bu qadına hüquq verilmədiyi sürəcə başqalarının tabiçiliyi altında yaşamaq məcburiyyətindədir. Bəzən valideynlərdə də bəli. Onları araşdıracağıq. Uşaqlarla sadəcə diskusiya şəklində. Çox sağ olun. Gülay, 9-cu sinif şagirdiyəm. Körkəy tam orta məktəbində oxuyuram. Bu mövzuda belə bir söz demək istəyirəm ki, erkən nikah öncə bizə heç bir şey qatmır. Əksinə gəncliyimizi, təhsil hüququmuzu, söz haqqımızı, yəni seçim haqqımızı bizdən alır. Amma erkən nikaha qarşı olsaq və buna qarşı hep bərabər bir mücadilə göstərsək və 18 yaşımıza gəldiyimizdə müstəqil bir vətəndaş olduqdan sonra təhsilimizi almaq hüququmuzu, artıq müstəqil seçimlər etmək hüququmuzu qazandıra bilir. Yəni erkən nikaha qarşı olmaq məncə cəmiyyət içində ən vacib məsələdir. Çox sağ olun. Sonra nə alır? Mən Fərzəliyeva Zəhra, Ağcabədi rayonunun Müqadim Məlkiv adına Münəxolu kənd tam orta məktəbinin 9-cu sinif şagirdiyəm. Erkən nikah bizdən azadlığımızı, eyni zamanda özümüzü ifadə etmə hüququmuzu əlimizdən alır. Niyə? Çünki artıq insanlar qadın səfərkət etdikdə əri və ya həyat yoldaşı və ya qaynası tərəfindən döyülür və bunların səsini çıxarmamağa başlayır. Övladı olduq, bu həm onun sağlamlığını, həm də uşaqların sağlamlığını riskə atır. Eyni zamanda insana həm fiziki, həm də ki, psixoloji, həm fiziki, həm də ki, qüsur problemi yaradır, psixologiyasını məhv edir. Yekunda layihəyə dəstək vermək üçün məktəblilər tərəfindən müxtəlif şüarlar səsləndirilib. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi.